Salam dəyərli şagirdlər və abituriyentlər, Dövlət İmtahan Mərkəzindən davam edirik. Deməli, bugün isim mövzusuna aid olan testlərə başlayırıq. Konkret mücərrəd isimlər, təkcəm və ümumi xüsusi isimlərə aid olan testlərin izahına baxacağıq. Sonra isə digər mövzuların izahlarına toxunacağıq. Dəstək olmaq üçün kanalımıza abunə olmağı və videolarınızı dostlarınızla paylaşmağı unutmayın. İndi isə gəlin başlayaq izahımıza. Deməli, uşaqlar, ilk toxunacağımız mövzu konkret və mücərrəd isimlərdir. Birinci sualda deyir ki, mücərrəd mənalı düzəltmə isimləri müəyyən edin. Demək, səndən istəyir ki, həm mücərrəd olsun, eləmi? Həm də düzəltmə olsun. Buna diqqət etmək lazım. Soyutma, dondurma, süzmə. Bunlar konkret isimdir, eləmi? Sən dondurmanı görürsən, süzməni görürsən, toxunursan. Bu getdi. Daraqdır, yataqdır. Bunlar nədir? Konkret isimlərdir. Heç bunun düzəltmə və yaxud da sayda olmasına toxunmuram. Gözəllik, qavrayış, üzüntü. Bunlar da mücərrəddir, eləmi? Daşlıq, meşəlik. Daşlığı görürsən, meşəliyi görürsən, üzümlüyü görürsən, otlağı görürsən, yaylağı görürsən. Demək, gözəldən gözəllik, qavramaqdan qavrayış, üzməkdən üzüntü. Hamısı düzəltmədir. Ona görə cavabımız olur C variantı. 2-də deyir ki, hansı cərgidəki sözlər toplu isimlər? Toplu isimlər nədir? Cəm şəkilçisi qəbul etmədən özündə çoxluq anlayışı bildirir. Eləmi? İnsan və heyvan anlayışı bildirən sözlərimiz toplu isimlərdir. Məsələn, sən salxıma toplu isim deyə bilməzsən. Bir salxım üzüm deyəndə deyərsən ki, orada çoxluq qəsd olunur, amma o toplu isim olaraq götürülmür. Meşə toplu isim olaraq götürülmür. Yaxşımı? Deməli, orada iki şey var. İnsan anlayışı bildirməlidir, bir də heyvan anlayışı bildirməlidir. Toplu isimlər, larilər şəkilçisi qəbul etmədiyi müddətcə təkdə olan isimlər sayılır qrammatik baxımdan. Yəni, səndən deyək ki, cəmdə olan isimləri seç, orada əhalini seçə bilməzsən. Deməli, dəniz çay toplu deyil, eləmi? Əhali respublika toplu deyil, üzümlük toplu deyil, kənd heç, alay, qoşun, bunlar ikisi də toplu isimlərimizdir. Mücərrəd mənalı düzəltmə isim. Yenə düzəltmə istəyir, mücərrəd istəyir. Əkinçi nədir? Konkret. Görürsən bu adamı. Sonra əmanət, qavrayış, qavramaqdan qavrayış, insandan insanlıq, duymaqdan duyğu. Bunlar üçü də düzəltmədir və mücərrəd mənalı isimlər. Cavabımız olur B variantı. Demək, əmanətçi insandır. Görürsən, ovçu insandır, görürsən, yoldaş insandır, görürsən, qapısını həmçinin konkret isimlərdir. Ona görə onları cavab olaraq götürmürük. Demək, 4-də nə deyir? Açılsa görəcək. Cümlələrin birində toplu isim işlənmişdir, deyir. Toplu isim. Sürü yaylığa qalxdı. Toplu isim budur, eləmi? Cavab variant. İşlənmişdir, deyir də, hə. Qoyun, quzu mürəkkəb isimdir, tələbə sadə isimdir, çəmən sadə isimdir, şagird sadə isimdir. Hansı cümlə toplu isim işlənməmişdir, deyir. Demək, burada sürü toplu isimdir, ilxi toplu isim deyil, amma cəmaət toplu isimdir. Meşə dedik ki, toplu isim deyil, insan anlayışı bildirmir. Arxasına da baxırıq cümlənin, insandan mərhəmət umur, başqa olmadığı üçün cavab D variantı, burada toplu isim yoxdur. Burada çox oynadı, qılınclar, qınlar, ordu burada toplu isimdir. Altda nə deyir? Hansı cümlə ümumi isimlə başlayır? Ümumi isim. Sarayevada olimpiyada keçirilmişdi. Bu şəhərin adıdır. Xüsusi isim sayılır. Saranın qiymətləri bu insanın adıdır. Saraya fəxri təqaüd verildi. Saraya. Sara insan adı, ya yönlük aldı. Deməli, bu da xüsusi isimdir. Saraya qəsəbə statusu verildi. Bu da qəsəbənin adıdır. Saraya təzə avadanlıq alındı. Bu artıq bildiyimiz Şadlıq sarayından söhbət gedir. Ümumi isim oldu. Cavab oldu E variantı. Sonra 7-də nə deyir? Mücərrəd məna bildirən düzəltmə isimləri cərgəsini müəyyən edir. Yenə. Demək, uşaqlar, ağıl sadət. Səndən nə istəyir? Düzəltmə isimlər. Mütləq şəkildə imtahanda çalışın, bunu belə qələmlə dair eləyin ki, gözünün önündə olsun. Yəni, sonra mücərrədi tapacaqsınız, cavabı götürəcəksiniz, səhv olacaq. Arzu, xəyal, ruh, əhval, məsələn, görürsən ki, hamısı sadədir. Bunu da belə silirsən. Əkinçi insan da görürsən bunu. Atlı insan da görürsən bunu, eləmi? Sevməkdən sevgi, yaxşıdan yaxşılıq, anlamaqdan anlayış, şaddan şadlıq. Hamısı düzəltmə, mücərrəd isimlərdir. Mücərrəd mənalı isimləri müəyyən edin. Burada artıq düzəltmə və yaxud da sadəcə söhbət getmir. Süzməni görürsən, əkinçini görürsən, eləmi? Yaylağı görürsən, fikirdən çoxluq, anlayış, sevgi. Demək, cavab nə olacaq? 1 və 2 B variantı. Burada test sayı azdır. Demək, növbəti sualımıza
keçid eləyəcəyik. PDF-i təzə açmışıq, tam yüklənməyib. Biraz problem yaradır. Deməli, 9-da nə deyir? Mücərrəd mənalı isimləri müəyyən edin. Bayaqki məsələdir. Demək, yataq konkretdir. Eləmi? Bunu görürsən. Sonra meşəli konkretdir. Çətir də konkretdir. Çətir də əlində tutursan görürsən. Nə qaldı? 3 və 4. Cavab B variantı. İsimlərdən biri həm konkret, həm də mücərrəd məna ifadə edə bilir. Analıq, atalıq. Ögey ata, ögey ana mənasında olur konkret isim. Yəni şəxsdə o görürsən. Analıq hissi, atalıq hissi mənasında olur mücərrəd. Mücərrəd mənalı düzəltmə isimlər cərgəsi. Deməli, yorğunluq, boşluq, üzüntü. Güllüyü görürsən, soyutmanı görürsən, çəmənlik, üzümlük görürsən, eləmi? Düzənliyi görürsən, çəmənliyi görürsən. Cavab oldu A variantı. 12-də deyir ki, mücərrəd mənalı düzəltmə isimlər cərgəsini müəyyən edin. Demək, düzəltmə isim istəyir. Ona görə məna, məqsəd, istək getdi. Eləmi uşaqlıq, düzəltmə istəyir. Duyğusuz, dadlı, sevinç. Dadlı sifət. Necə? Dadlı. Necə? Duyğusuz. Sifət olduğu üçün bunları götürə bilmirəm. Yuxulu. Bu da sifətdir. Getdi. Sonra meşəlik konkretdir. Bunu görürsən. Üzümçünü görürsən, amma üzümçülüyü görmürsən. Güvənc, duyum. Cavab oldu D variantı. 13-də nə deyir? Mücərrəd mənalı ismi müəyyən edin deyir. Demək, miskər, ələk, xətçir, satçı, niskil. Mücərrəd mənalı isimdir. Toplu isimləri müəyyən edin. Çiçək toplu deyil, cəmaat topludur, yoldaşlıq olmaz, naxır olar, təpə olmaz, göl olar, millət, daha doğrusu göl olmaz, torpaq, çol, aidiyyəti yoxdur. Nə seçdik? 2, 4, 7. Cavab oldu A variantı. Belə. Demək, burada test sayı az idi, suallar da o qədər çətin deyildi. İzahların davamlı şəkildə gəlməsini istəyirsinizsə, abunə olmağı və videolarınızı dostlarınızla paylaşmağı unutmayın. Sağ olun, növbəti dərslərdə görüşərik.